İrəliyə doğru adımladıqca daim yüksəlişi düşün. Gələcəyinlə bağlı planlar cızacaqsan beynində. Keçmişini düşünməyəcəksən. Keçmişi əgər sən beynində saxlasan, keçmişdə kimlərsə səni bəlkə qırdı, bəlkə sən pul itkisindən üzləşdin, bəlkə də sənə hər hansı bir travma yaşatdılar, bəlkə də bir çox hallarda dibləri gördün, tam sıfırlandın və yenidən ayağa qalxdın. Bunlara artıq fokuslanmayacaqsan. Bunlar sadəcə olaraq sənin dərslərin idi. Dərslərini aldın və doğru istiqamətə yönəlməyi öyrəndin. Ona görə də keçmişi zehnimizdən buraxacağıq ki, yeniliklərə zehnimizdə yer açılsın. Gələcək planlarımızı reallaşdıra bilək. Bəli, sanki bir qartalsan, uçduqca daha yuxarılara doğru qalxacaqsan. Bu yolda ola bilsin bir çox sənin bundan əvvəl münasibət göstərdiyin yaxın insanların səni səssizcə tərk edib gedəcəklər. Amma bu səni qəti qorxutmasın. Çünki sən irəliyə doğru addımlayırsan. Sən ruhsal bir yolculuq keçirsən, inkişaf yolu keçirsən. Sən o mərhələyə gəlib çıxacaqsan ki, ən yüksək özünün layiq olduğun bir mərhələyə, bax o zaman sənə uyğun enerjilərdə olanlar gəlib sənin ətrafında cəm olacaqlar. İşinin əsl həzzini bax o zaman yaşayacaqsan. Ona görə də daim motivasiyalı ol, daim məqsədli ol və məqsədinə doğru irəlilə, sevgi ilə qal.